Dəri xəstəliklərinin ayrılıqlarla əlaqədar olduğunu danışmışdım və belə bir sual gəlib ki, yaxşı, böyükləri başa düşdük. Hər hansı bir ayrılıqlar yaşana bilər və ona görə də dərilərində hər hansı bir problem yarana bilər. Bəs 5 yaşında uşaqda əgər allergiya və yaxud dərisində hər hansı bir xəstəlik varsa, bu nə ilə əlaqədardır? Axı onun heç bir ayrılığı olmayıb. Bəli, haqlısınız. Onun heç bir ayrılığı olmayıb. Amma atası, anası hamilə olduqda əgər hər hansı bir ayrılıq haqqında düşünmüşsə və yaxud ayrılmışlarsa, uşaq bunu heç vaxt unutmayacaq və doğulandan bir neçə il sonra bu dəri problemi ilə üzləşəcək. Ona görə də əgər uşağınızda hər hansı bir dəri problemi varsa, öz yaşadığınız, hətta düşündüyünüz ayrılıqlara baxın. Hər şey bitəndən sonra, siz birləşəndən sonra, məsəl üçün problem həll olunandan sonra uşaqda belə xəstəlik yarana bilər.